Qoç bürcü. Bugün Qoç bürcünün ətraf mühitdən, emosiyalardan, şəxsi rifahdan, başqalarının fikirlərindən, yeniliklərdən və ya digər xarici amillərdən, istər açıq, istərsə də gizli olsun, asılılığını artıracaq, eyni zamanda hərəkətə ilham verəcək. Bu hadisələrin təsiri altında ev işləri daha sürətlə gedə, yenilənmə, kömək axtarma, xəstəliyi müalicə etmə və ya iş tapmaq prosesi güclənə bilər. Həkim, dost və ya köməkçi sözü çox şey ifadə edə bilər. Qoç bürcü üçün bugünkü sevgi ulduz falı, bugün Qoç bürcünün ümumi istiqaməti vəziyyətlə müəyyən ediləcək. Əgər bu, onların sevdikləri insanla görüşməsinə və ya xoş söhbət aparmasına mane olarsa, bunu qəbul etməli olacaqlar. Görüş və ya söhbət mümkündürsə, bugünün artan emosionallığını və əhval-ruhiyyənin qeyri-sabitliyini nəzərə alın. Qoç bürcü üçün bugünkü karyera və maliyyə qoroskopu, Qoç bürcü üçün günün başlanğıcı ümumiyyətlə neytral olacaq. Müsbət tendensiyalar günortadan sonra sürət qazanmağa başlayacaq. Yaradıcı mütəxəssislərin parlaq şəkildə həyata keçiriləcək çoxlu ideyaları olacaq. Moda, show biznes, idman və əyləncə sənayesi ilə məşğul olanlar yaxşı nəticələr göstərəcəklər. Turizm və reklam risk altındadır. Buğa bürcü. Bugün Buğa bürcü bir çox məsələlərdə təbii realizminin köməyi ilə praktik düşünməyə meyillidir. Ulduzlar bu keyfiyyətlərin təxəyyül, intuisiya və həssaslıqla tamamlanmalı olduğunu təklif edirlər. Bəzən daxili səsinizə etibar etsəniz, emosiyalara və ya təsadüfi xatirələrə sərbəstlik versəniz, işlər daha sürətli gedəcək. Bu münasibət şəxsi həyatınıza harmoniya gətirəcək və evdə və yaradıcı işlərinizdə məhsuldarlığı artıracaq. Buğa bürcü üçün sabahkı eşq ulduz falı, Buğa bürcü üçün ulduzlar bugün şəxsi qarşılıqlı əlaqələrdə mənəvi rezonans və emosional və ya mənəvi komponentin vacib olduğunu göstərir. Gündəlik detallara diqqət yetirmək vacib olsa da, onların üzərində çox dayanmayın. Musiqi, uyğun vizuallar və ya intim psixoloji atmosfer emosiyalarınızı azad etməyə kömək edəcək. Buğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, ulduzlar Buğa bürcünə günün ilk yarısında işgüzar sabitliyə diqqət yetirməyi məsləhət görür. Xarici şərait sürətlə dəyişəcək və siz tez reaksiya verməlisiniz. Əvvəlcədən müəyyən edilmiş plana uyğun işləmək çətin olacaq. Eyni zamanda, bugün təmir işləri və yeni avadanlıq və maşınların quraşdırılması üçün əlverişlidir. Əkizlər bürcü. Bugün ulduzlar Əkizlər bürcünə vacib məqsədlərini gözündə saxlamağı, dediklərinin mahiyyətini təhrif etmək riskini nəzərə almağı və cari mövzularda, xüsusən də mənzil və ya iş şəraiti ilə bağlı əsas detalları aydınlaşdırmağa çalışmağı məsləhət görür. Əvvəllər müzakirə edilən heç bir zəruri hərəkəti təxirə salmayın. Bununla belə, bugün yeni başlanğıclardan, kortəbii təşəbbüslərdən və danışıqlardan çəkinmək daha yaxşıdır. Əkizlər bürcü üçün sabahkı eşq ulduz falı, Əkizlər bürcü üçün ulduzlar bugünün şəxsi planları üçün ideal olmadığını və sevdiyiniz insanla danışmaq üçün yaxşı vaxt olmadığını bildirirlər. Lakin bir istisna var. Yaxşı vaxt keçirmək istəmirsinizsə, söhbəti təxirə salmamaq, əksinə təcili məişət və ya iş məsələlərini müzakirə etmək daha yaxşıdır. Əkizlər bürcü üçün sabahın karyera və maliyyə ulduz falı Əkizlər üçün bugün qarışıqdır. Biznesinizin təşviqi üçün yaxşı gündür, lakin danışıqlar və sənədlərin imzalanması üçün yaxşı gün deyil. Hər halda, işgüzar tərəfdaşlığın rolu artır. Seçiminiz varsa, xarici tərəfdaşlarla əməkdaşlığa üstünlük verin, çünki yeni bazarlar tapmaq şansı var. Alternativ olaraq, digər bölgələrdən olan təchizatçılarla əlaqələr qurun. Reklam kampaniyası da yaxşı bir fikirdir. Xərçəng bürcü. Xərçənglər enerji və intuisiyanın birləşməsi sayəsində bugünün çətinliklərinin öhdəsindən uğurla gələcəklər. Bu kombinasiya onlara lazımsız enerji itkisindən və kritik səhvlərdən qaçınmaqla yanaşı, maraqlarını uğurla inkişaf etdirməyə kömək edəcək.
Günün şərtləri onlara manevr etmək və şəxsi istəklərini yerinə yetirmək üçün geniş azadlıq verir. Onlar öz iş ritmlərini seçə bilərlər və bütün rəsmiyyətlərə ciddi şəkildə riayət etmək məcburiyyətində deyillər. Xərçəng üçün sabahkı sevgi ulduz falı. Bugün şərait xərçənglərə hərəkət azadlığı verir və əksər hallarda əhval-ruhiyyələrini və təbii temperamentlərini izləməyə imkan verir. Əgər sevdiyiniz insanla hər hansı bir razılaşmanız varsa, ulduzlar onları gün ərzində yerinə yetirməyi məsləhət görürlər. Çünki sabah çətinliklər və maneələr mümkündür. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Birgə müəssisələrdə və ya evdən uzaqda çalışan xərçəng bürcünün nümayəndələri çətin gün keçirəcəklər. İnzibati şöbələr sizdən tələblərini artıracaqlar. İş intizamının pozulmasından çəkinin. İşə gecikmək və ya uzun müddət işdə olmamaq cərimələrlə nəticələnə bilər. Tikinti işçilərinin günü uğurlu olacaq. Şir bürcü. Bugün ulduzlar şirlərə daha diqqətli olmağı, yalnız aşkar faktlara deyil, həm də gizli detallara diqqət yetirməyi tövsiyə edir. Hesablamanın, diaqnozun və ya proqnozun dəqiqliyi, maliyyə əməliyyatının uğurla başa çatması və təhlükəsizlik və məxfilik qaydalarına praktiki riayət etmək sonuncudan asılı ola bilər. Bacarıqlarınızdan əmin deyilsinizsə, əvvəlcədən əla nəticələr vəd etmək məsləhət deyil. Şir üçün sabah üçün eşq ulduz falı. Bugün vəziyyətlər şirlərin ürək məsələlərində istədikləri yolu izləməsinə mane olacaq. Müəyyən detallar onları daim əsas şeydən yayındıra bilər. O cümlədən yüksək emosionallıq, şübhə və ya əhval-ruhiyyə dəyişiklikləri səbəbindən. Vəziyyətin diktə etdiyi gizliliyi qiymətləndirməyə bilərlər. Şir üçün sabah üçün karyera və maliyyə ulduz falı. Əgər şirlər maliyyə spekulyasiyalarından çəkinə bilsələr, gün işgüzar münasibətlər üçün olduqca əlverişli olacaq. Uğurun açarı əsasən şəxsi təşəbbüsünüzdən asılıdır. Cazibədarlığınız və mehriban münasibətiniz ilə istənilən qapını açacaqsınız. Ulduzlar yeni tanışlıqlar qurmaqda, səyahət etməkdə və görüşlər planlaşdırmaqda təşəbbüs göstərməyi məsləhət görürlər. Qız bürcü. Bugün qız bürcündən olanlar ümumi psixoloji mühitdən və ya fərdlərin əhval-ruhiyyəsindən asılı olaraq qalırlar. Məsləhət və ya danışıqlara ehtiyac duyduqları, özlərini ifadə etmək niyyətində olduqları və ya şəxsi fikirlərinə və ya təkliflərinə cavab gözlədikləri təqdirdə bu xarici amil onlar üçün həlledici olacaq. Zəif rəy, gözlənilməzlik və ya qeyri-müəyyənlik anlarında təhlükəli illüziyalara səbəb ola biləcək fərziyyələrdən çəkinmələri vacibdir. Qız bürcü üçün sabahkı eşq ulduz falı. Bugün qız bürcünün nümayəndələri üçün sevdikləri birinin sükutu və ya sözlərinə sirli reaksiya ilə qarşılaşdıqda sağlam düşüncələrini və məntiqi düşüncələrini qorumaları vacibdir. Əks təqdirdə romantik xəyallar bir doza həddindən artıq özünə inamla birlikdə onları reallıqdan daha çox fantaziya dünyasına apara bilər. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, qız bürcünün nümayəndələri üçün gündəlik işlər üçün əla gündür. Tikinti və təmir işləri sürətlə davam edəcək. Detallara artan diqqət və vaxtın düzgün idarə olunması sayəsində məhsuldarlığı və işinizin keyfiyyətini artıra biləcəksiniz. Gəliriniz arta bilər. Sizə əlavə iş, ya yarımştat, ya da yarımştat iş təklif oluna bilər. Tərəzi bürcü. Ulduzlar tərəzi bürclərinə bugün özlərini şəraitin və ya gizli amillərin təsirindən azad etməkdə çətinlik çəkəcəklərini bildirirlər. Gecəyə qədər öz sağlamlıqlarının təfərrüatlarından, ev heyvanlarının davranışlarından, baxıcılarının fikirlərindən və ya həkimlərinin məsləhətlərindən asılı qala bilərlər. Yeni məlumatların təfərrüatları, yeni avadanlıqların və ya proqram təminatının nüansları qeyri-müəyyən qala bilər. Ünsiyyətdə gecikmələr mümkündür. Tərəzi üçün sabahkı eşq ulduz falı, bugün tərəzi bürcü üçün romantik görüş ən yaxşı fikir olmayacaq. İstər xarici müdaxilə, istərsə də daxili təzyiqlər səbəbindən.
vəziyyətlərin onların özlərini rahat hiss etmələrinə və cazibədarlıqlarını vurğulamalarına imkan verməsi ehtimalı azdır. Partnyorları vasitəsilə münasibətləri yenidən alovlandırmaq ümidi də faydasız ola bilər. Tərəzi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı tərəzi bürcü üçün bugün informasiya baxımından olduqca gərgin ola bilər. Sizdən məlumata ehtiyacı olan insanlar tez-tez görmə sahənizdə peyda olacaqlar. Yeni insanlar və mövzular barədə seçici olmağa çalışın. Əks təqdirdə gündəlik vəzifələrinizdən yayınmaq və işləri vaxtında yerinə yetirməkdə uğursuzluğa düçar ola bilərsiniz. Əqrəb bürcü. Bugün əqrəblərin intuisiyası onları düzgün hərəkət istiqamətinə yönəldəcək. Bunun sayəsində onlar aldıqları ipuçlarını düzgün şərh edəcək və ya çətin bir problemin həllini tapa biləcəklər, ya da enerjilərini qoruyub saxlayacaq və bəzi sualları hələlik açıq saxlaya biləcəklər. Hazırda heç bir təcili işi olmayan əqrəblər istirahət etmək, sevimli hobbiləri ilə məşğul olmaq və ya gizli hisslərini yaşamaq şansına sahib olacaqlar. Əqrəb bürcü üçün sabahkı sevgi ulduz falı, əqrəblər öz şəxsiyyətlərinə uyğun bir görüş arzusundadılarsa və ya emosiyalarına və ya təxəyyüllərinə daha çox yer vermək istəyirlərsə, bu günü boşa sərf etməməlidirlər. Bununla belə, ulduzlar görüş və ya təşəbbüs planlaşdırmağı çox gecikdirməməyi məsləhət görürlər. Çünki həlledici anı qaçıra bilərlər. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əqrəblər bugün qeyri-müəyyən maliyyə qərarları ilə üzləşə bilərlər. Çox şey sizin sahənizdən asılıdır. Məsələn, malları ucuz alıb daha yüksək qiymətə satmaqla bağlı spekulyativ fəaliyyətlər çətin olacaq. Digər tərəfdən, ulduzlar tikinti və bitirmə işləri ilə bağlı fəaliyyətlər üçün vəd verirlər. Oxatan bürcü, oxatan. Ulduzlar sizə xatırladır ki, bugün rəsmi bəyanatlar və yekun razılaşmalar, yeni ciddi səylər və yaxınlarınıza qəti vədlər arzu olunmaz olaraq qalır. Əvvəlcədən planlaşdırılmış görüşlərdən və ya vəziyyətdən qaynaqlanan bəzi kortəbii müzakirələrdən qaçınmayın. Amma nəticələrə və ya ətraflı planlara tələsməmək yaxşıdır. Oxatan bürcü üçün sabahkı eşq ulduz falı. Bugün oxatan bürcünün romantik planlarının taleyi əsasən onları əhatə edən şəraitdən və ya gündəlik şəraitin təsirindən, məsələn, ev işləri asılıdır. Ulduzlar maneələri aşmağa və istənməyən güzəştlərə getməyə enerji sərf etmək əvəzinə, fasilə verib biraz gözləməyi məsləhət görürlər. Oxatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Oxatanlar getdikcə öz təşəbbüsləri ilə hərəkət etməyə həvəslənirlər. Bununla belə, ulduzlar emosiyalara qapılmamağı və hərəkətlərinizi eyni komandada çalışanlarla əlaqələndirməyi məsləhət görürlər. Tikinti sahəsində işləyərkən təhlükəsizlik tədbirlərinə riayət etməyi unutmayın. Əks təqdirdə zədələnmə riski var. Sərgilərdə iştirak etmək və həmkarlarınızın iş təcrübəsindən öyrənmək də faydalıdır. Oğlaq bürcü. Oğlaqlar bugün məhsuldarlığın artmasını gözləmirlər. Çox şey onların öz əhval-ruhiyyəsindən və ya ətraflarındakı psixoloji mühitdən asılı olacaq. Başqalarının dəstəyinə güvənən oğlaqlar, başqalarının da onların emosiyalarından asılı olduğunu və əməkdaşlıq etmək əhval-ruhiyyəsində olmaya biləcəyini nəzərə almalıdırlar. Şübhəli və xəyalpərəst oğlaqlar, cazibədar illüziyaları dərhal atmalıdırlar. Oğlaq bürcü üçün sabahki eşq ulduz falı, bugün oğlaqlar və onların partnyorları üçün sevgi harmoniyası emosional rezonansa əsaslanır. Əgər onların ani istəkləri uyğun gəlirsə, sevgililər arasında görüş çox xoş ola bilər. Sərt əhval-ruhiyyədə görüşə getmək yaxşı fikir olmazdı. Həmçinin görüşü gecə-gec saatlara qədər uzatmayın. Oğlaq bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, oğlaqlar üçün ümumiyyətlə əlverişli gün olacaq. Gəliriniz artacaq və bunun əhəmiyyətli bir hissəsi əlavə işdən gələcək. Bu xüsusilə otel biznesi, kurortlar və restoranlarla məşğul olanlar üçün
nəzərə çarpacaq. Sizə yarımştat və ya yarımştat iş təklif oluna bilər. İş adamları dövlət müqaviləsi almağı gözləyə bilərlər. Dolça bürcü. Dolça bürcü üçün ulduzlar bugünün əsas qərarlar və vacib strateji hərəkətlər üçün ən yaxşı gün olmadığını göstərir. Bugünkü vəziyyətlərdə detallar, o cümlədən insanın emosional vəziyyətinin incəlikləri çox vacibdir. Müəyyən hisslər gizli qüsurlara işarə edə, başqalarının davranışlarını qiymətləndirməyə və onların sözlərini şərh etməyə, alış-veriş seçiminə, hərəkət metoduna və ya yemək tərzinə təsir göstərə bilər. Dolça bürcü üçün sabahkı eşq ulduz falı, dolça bürcləri yadda saxlamalıdırlar ki, bugün xarici ritualların və rəsmiliklərin rolu minimaldır. Ürək məsələlərində uğurun açarı emosional həssaslıqdır. Öz və başqalarının əhval-ruhiyyəsinin incəliklərini tanımaq, ümumi psixoloji atmosferə uyğunlaşmaq və ya bundan öz məqsədləriniz üçün incə şəkildə istifadə etmək bacarığı. Dolça bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, Dolça bürcünün nümayəndələrinin bugün həmkarları ilə daha fəal əməkdaşlıq etmələri və ümumiyyətlə təcili ehtiyaclara deyil, uzun müddətli perspektivə diqqət yetirmələri gözlənilir. Uzaq gələcəkdə nəticələr vəd edən işlər dəyərli ola bilər. Bu xüsusilə qarşıdan gələn məhsul üçün, məhsul əkmək üçün doğrudur. Fikir və təcrübələrinizi bölüşmək şəxsi inkişafınız üçün son dərəcə faydalı olacaq. Balıqlar bürcü. Bugün balıqların öz vərdişləri və əhval-ruhiyyəsi həlledici rol oynayır. Lakin onlar həmçinin başqalarının fikirlərini də nəzərə almalıdırlar. Məsələn, köməkçilərimin və muzlu mütəxəssislərin məsləhətləri, ailə üzvlərinin istəkləri, tərəfdaşların təklifləri və ya müştəri rəyləri. Onların hazırki əhval-ruhiyyəsindən başqa, rifahlarının təfərrüatları da vacib ola bilər və bu halda ulduzlar həkimin rəyini dinləməyi məsləhət görürlər. Balıqlar bürcü üçün sabahın eşq ulduz falı. Bugün balıqlar bürcündən olanlar rəylərə dəyər verirlər, lakin hər şeyi emosiyalarının süzgəcindən keçirirlər. Gecəyə qədər son hadisələrə qapılıb qala, alınan təklifi cəhnərində canlandıra, şəxsi söhbətin ehtimal olunan nəticələrini hesablaya və ya təsadüfi görüşün səbəblərini təxmin etməyə çalışa bilərlər. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı. Balıqlar bürcündən olanlar üçün karyera yönümlü fəaliyyətlər bugün əks göstərişdir. Şəxsi istək və niyyətləriniz rəhbərlərinizin fikirləri ilə ziddiyyət təşkil edə bilər. İctimaiyyət qarşısında açıqlama verməkdən və mövqeyinizi açıq şəkildə ifadə etməkdən çəkinin. Bu, işgüzar nüfuzunuza xələl gətirə bilər. Rəhbərlərinizin əmrlərinə tabe olmaq qabiliyyətini inkişaf etdirməyiniz tövsiyə olunur.